Qiyamət günündə bəndə gələcək məhşərə, məhşərdə Allah bəndəyə xitab edəcək. Buyuracaq, ay bəndən, ay günahkar bəndəm, niyə günah elədin, niyə dünyada vəzifələrimi icra eləmədin? Axı, insanın vəzifələri var dünyada. Bir insanın ki, qəza namazı var, onun vəzifəsi deyil, dursun gecə namazı qılsın. Bir insan ki, qəza namazı ola-ola durub gecə namazı qılır, Allah deyəcək qiyamət günündə ki, niyə vəzifəvə əməl eləmirdin? Mən səndən gecə namazı istəmirdim, qəza namazlarını istəyirdim. İnsan gərək vəzifələrinə dünyada düzgün şəkildə əməl eləsin. Elm bu məsələdə insana kömək eləyir, insana başa salır ki, indi vəzifən hansı işdir? Buyurur İmam Sadiq ki, qiyamət günü Allah deyəcək insana ki, niyə vəzifəvə əməl eləmədin? Bildin, bildiyivə niyə əməl eləmədin? İnsan ki, Allaha etiraf edəcək ki, ilahi, mən bildim, bilə-bilə əməl eləməmişdim. Allah buyuracaq, bəs niyə bildiklərvə əməl eləmirdin? O şeylər ki, bilirdin, niyə onlara əməl eləmirdin? Əgər insan desə ki, ilahi, mən bilmirdim, səhvən eləmişəm, Allah xitab eləyəcək bəndəyə ki, niyə öyrənmədin, niyə əməl eləmədin? Gedərdin, öyrənərdin, elm əldə eləməklə məşğul olardın. Elmli insanın, məlumatlı insanın elədiyi ibadət, elmsiz insanın, məlumatsız insanın elədiyi ibadətdən fərqlidir İslamda. Elmsiz şəkildə, məlumatsız şəkildə insanın elədiyi ibadətin o qədər də qiyməti yoxdur. O qədər də əməl tərəzisində ağır gəlməyəcək. Niyə görə deyirlər ki, elmli insanın qıldığı 2 rükət namaz, elmsizin qıldığı 70 rükətə bərabərdir. Çünki bu düzgün şəkildə tanıyıb, 2 rükətdə düzgün şəkildə qılsa, o ondan ağır gələcək əməl tərəzisində. Bir nəfər gəldi İmam Sadiqin yanına dedi, İmam Sadiqə buyurdu ki, mən dua eləyirəm, amma duam qəbul olmur. Allah da Qur'anda buyurub ki, dua eləyin, dualarınızı qəbul eləyim. Bəs niyə mənim duam qəbul olmur? İmam Sadiq buyurdu, çünki sən elə bir Allahdan hacəti və istəyirsən ki, o Allahı heç hələ özün tanımamısan. Tanımırsan Allahı, tanımaya Allahdan hacət istəyirsən, hacətin də qəbul olmur, deyirsən, niyə Allah dualarımı qəbul eləmədi? Elmli insanın ibadəti çox qiymətlidir, əməl tərəzisində çox ağır gələcək. Hədisdə var, buyurur, Peyğəmbər bir gün daxil oldu Mədinə məscidinə. 2 dəstə insanlar var idi məsciddə, Peyğəmbərin gözü sataşdı onlara. Səhabələr deyirlər ki, birinci dəstə onlar idi ki, məsciddə əyləşmişdilər, ibadətlə məşğul idilər, Allahı zikr eləməklə məşğul idilər. İkinci dəstədə əyləşmişdilər, təhsillə məşğul idilər, elm əldə eləməklə məşğul idilər, mariflənməklə məşğul idilər. Səhabələr buyurur ki, Peyğəmbər dedi ki, bu 2 dəstənin ikisi də xeyirli dəstədir. Bunlar ikisi də yaxşı iş görürlər. Arxasıca Peyğəmbər buyurdu ki, amma mən təlim vermək üçün, insanları öyrətmək üçün gəlmişəm, göndərilmişəm. Ondan sonra getdi, təlimlə, təhsillə məşğul olanların yanında əyləşdi Peyğəmbər. Buyurdu, mən bundan ötürü gəlmişəm ki, təlim verim, insanları öyrədim, bundan ötürü göndərilmişəm. Peyğəmbər bunun üçün gəlib, bunun üçün göndərilib ki, insanlara öyrətsin, təlim versin, marifləndirsin insanları. O Peyğəmbər ki, insanları marifləndirməyə görə gəlib, baxaq o Peyğəmbərin ümmətinə, görək o Peyğəmbərin ümməti, o Peyğəmbər ki, hədəfi insanları marifləndirmək olub, həmin ümmət mariflənməkdən nə qədər istifadə edir? Nə qədər həmin ümmət kitab açıb Peyğəmbərini düzgün şəkildə tanımaq üçün kitab oxuyur? Ümmət uzaq düşüb ümumiyyətlə kitabdan. Bir mömin iradəsini cəmləyib yarım saat kitabın qarşısında oturub kitab oxuya bilmir. Amma mömindir. Məsciddə çox olur, amma məsciddə olmağından yanaşı, gərək bir gün ərzində vaxtını sərf edib marifə də istifadə eləsin. Bir nəfər görürsən, İslamı, müsəlmandır, iman gətirməmişdən qabaq, görürsən namaz qılmır, namaz qılmamışdan qabaq dərslərin elmi ilə yaxşı məşğul olur. Elə ki namaza gəlir, ibadətlə məşğul olmağa başlayır, 1 il, 2 il keçəndən sonra görürsən elmlə artıq məşğul olmur. Çünki ümmət səhv istiqamət götürür. Bu
İslam'a gələndən sonra, namaza başlayandan sonra elminə daha çox əhəmiyyət verməli idi, amma bunda əksinə olur. Çünki gəlir mömin kütlənin içərisinə daxil olur, görür burada kitabı açıb vərəqləyən yoxdur. Əvvəl namazı qılmamışdan qabaq oxuyurdu kitab, namaz qılandan sonra oxumur artıq kitab. Bu əksinə olmalı idi. Namaz qılandan sonra kitablarına daha çox əhəmiyyət verməli idi. Məktəbdə oxuyursa dərslərinə daha çox əhəmiyyət verməli idi. Amma namaz qılandan sonra dərslərinə ümumiyyətlə əhəmiyyət verilir. Bu İslam deyil. Peyğəmbər bu İslamı gətirməyib bizim üçün. Peyğəmbər gətirdiyi İslamda təlimə, marifə, elm almağa böyük yer verilir. Çünki Peyğəmbərin hədəfinin biri budur. Amma ümmət başqa şeylə məşğuldur. Elm o vaxt qiymətlidir ki, nəfs islah olsun. İnsanın nəfsini islah eləməklə məşğul olsun. O elm qiymətli elmdir, dəyərli elmdir. Allahın bəyəndiyi elm həmin elmdir ki, insan ona yiyələnsin, o da səbəb olsun, insanın nəfsi islah olsun. Nəfsin islahına xidmət eləmirsə, o elm Allah bəyənən elmdir. O artıq yükdən başqa bir şeydir. O artıq yükdür, biz özümüzə yükləmişik. Əgər nəfsimizin islahına xidmət edirsə, o yaxşıdır. O Allahın bəyəndiyi elmdir. Elm tərbiyə ilə gərək yanaşı olsun. Peyğəmbər buyurur, elm bir nurdur, Allah istədiyi bəndəsinin qəlbinə verər. Məlum olur ki, elm ancaq kitabı oxumaqdan ibarət deyil. Elm nurdur, Allah istədiyi bəndəsinin qəlbinə verir. İstədiyinin qəlbinə. O qəlbə verir ki, o qəlb pakdır. O qəlbə nazil edir ki, o qəlb təmiz qəlbdir. Yoxsa qəlb təmizlənməsə, insanın elmi olsa ziyan eləyəcək insan. İnsan cəmiyyətdə zərər vuracaq insanlara. Əmirəl-Mömininin qabağında dayanıb, əliyyə dəlil gətirən insanlar elə Qur'an-ı Kərimdən dəlil gətirirdilər. Canlı Qur'an-ı Kərimə, yazılı Qur'andan dəlil gətirirdi insanlar. Elmləri var idi, amma nəfsləri islah olmamışdı. Elm var, Qur'anı da yaxşı bilir, Qur'andan da dəlil gətirir, amma nəfs islah olmayıb ki, başa düşsün ki, qabağındakı canlı Qur'andır. O Qur'an məni bu Qur'ana itaət eləməyə çağırır, mən bu Qur'ana o Qur'andan dəlil gətirirəm. Məlum olub ki, nəfsim hələ islah olmuyor. Mən həqiqi elm ki, nurdur, qəlbimə daxil olmalıydı, məndə daxil olmayıb qəlbimə. Elm insanı bu tərəfə də apara bilir. Elm həmişə yaxşıdır. Elm o vaxt yaxşıdır ki, insanın nəfsini islah eləsin. Onda yaxşıdır. Əgər nəfs islah olmayacaqsa, elmli insandan təhlükəli insan yoxdur cəmiyyətdə. İnsanın qəflətə düşməsi üçün bir neçə səbəblər var. Səbəb olur ki, insan qəflətə düşsün. O səbəblərdən biri də elmdir. İnsan ola bilər, elmi yiyələnsin və yiyələnməklə də yanaşı insan qəflətə düşsün. Elmli insanın qəflətə düşməsi təhlükəlidir. Ona görə təhlükəlidir ki, o cür insanları qəflətdən çıxartmaq olmur. Çünki savadlıdır, sən istəyirsən ona nəsihət eləyəsən, başa salasan, sən ona bir dənə deyəndə o sənə 5 dənə cavab verir. Çünki elmi var. Amma nəfs islah olmayıb ki, sənin dediyin həqiqəti o qəbul eləyə bilsin. Sənin dediyin həqiqətin üstündən pərdə asmaq üçün Qur'an ayəsi də gətirir, hədis də gətirir, səndən də çox cavab verir dediyim məsələlərə. Çünki nəfsin islahına xidmət eləməyib. İnsan gərək elmə yiyələnsin, o elmə ki, insanın nəfsini islah eləsin. Çünki Peyğəmbərləri Allah bu məqsədlə göndərir. Peyğəmbər gəlib, insanı maarifləndirsin və maarifləndirməklə yanaşı insanların nəfslərini islah eləsin, insanları tərbiyə eləsin. Allah bizləri həqiqi elmə yiyələnib nəfsimizi islah edən bəndələrdən qərar versin inşallah.